Əssalamu aleykum əziz izləyicilər. Bu günləri biz sizinlə inşallah məxrəcləri müxtəlif kəsirlərin toplanması və çıxılması mövzusu ilə tanış olacağıq. Bildiyiniz kimi, əvvəllər məxrəcləri eyni olan kəsirlərin toplanması və çıxılması 5-ci sinifdə, müxtəlif olan kəsirlərlə işləmək isə artıq 6-cı sinifdə başlayırdı. Lakin pilot layihə gəldikdən sonra keçən ildən etibarən artıq 4-cü siniflər məxrəcləri eyni olan kəsirləri toplamağı və çıxmağı öyrənmiş olurlar. 5-ci sinifdə isə artıq biz məxrəcləri müxtəlif olan kəsirləri toplamağı və çıxmağı öyrədirik. Gəlin biz elə ilk sualımızdan, ilk nümunəmizdən başlayaq. Birinci sualımızda gördüyünüz kimi düzgün kəsirdir. 2 dənə düzgün kəsir verilir və bunları toplamaq tələb olunur. Nə etməliyik? Məxrəcləri əkobunu tapırıq. Siz artıq əbəköb mövzusu ilə tanışsınız və bilirsiniz ki, 8-dən 3-ün əkobu necə tapılır. Amma bunlarda olan ədədlər elə ədədlərdir ki, siz əslində qalsa əkob tapmadan şifahi şəkildə də bu ədədlərə baxanda ağlınıza gətirməlisiniz ki, həm 8-ə həm 3-ə bölünən ən kiçik ədəd nədir? 24. Yəni bu sizin ağlınıza dərhal gəlməlidir. Dərhal siz əboba, əkoba getməməlisiniz əslində qalsa. Çünki bunlar balaca ədədlərdir, sadə ədədlərdir. Artıq siz çalışın beyninizi elə şəkildə fokuslayın ki, elə şəkildə təfəkkürünüzü inkişaf elətdirin ki, bu ədədlərə baxan kimi əkobu görəsiniz. Həll eləməyinizə, qıraqda əkob tapmağınıza ehtiyac qalmasın. 8 və 3-ün əkobu 24 olduğuna görə bu iki kəsirdə 24-ə gətirmək lazımdır. Birinci kəsiri 24-ə gətirmək üçün onun surət və məxrəcini 3-ə vururam. İkinci kəsiri 24-ə gətirmək üçün onun surət və məxrəcini 8-ə vururam. Niyə həm surət, həm məxrəc? Çünki bu kəsirin əsas xassəsidir. Kəsirin əsas xassəsinə görə kəsirin surət və məxrəcini eyni bir ədədə vursam, o zaman kəsirin qiyməti dəyişməyəcək. Birinci kəsirimiz alınacaq 24-də 3. Digər kəsirimiz isə alınacaq 24-də 8. Artıq bizə mane olan heç bir şey yoxdur. Məxrəcləri eyni olan 2 dənə kəsir alındı və biz onları artıq toplamağı bacarırıq. Biz onu artıq 4-cü sinifdən öyrənmişik. Bilirik ki, məxrəc olduğu kimi qalacaq, surətdəki ədədlər isə toplanacaq. 3 ilə 8-i toplayıram, doğru cavab eləyir 24-də 11. Keçək ikinci suala. İkinci sualımızda isə 2 dənə adi kəsirin çıxılması tələb olunur. Yenə də 5 və 9-a əkob tapmalıyam. Həm 5-ə, həm 9-a bölünən ən kiçik ədəd 45-dir. Birinci kəsiri 45-ə çatdırmaq üçün surət və məxrəcini 9-a vururam. İkinci kəsiri 45-ə çatdırmaq üçün surət və məxrəcini 5-ə vururam. İndi hesablayaq. Birinci kəsirimiz alınır 45-də 9. İkinci kəsirimiz alınır 45-də 5. Bunları da çıxanda məxrəc qalır olduğu kimi 9-dan da 5 çıxanda alınır 4. Yəni, ikinci sualımızın doğru cavabı olacaq 45-də 4. 2 sualımızı tapdıq. Keçirəm növbəti sualımıza. Növbəti sualımızda artıq görürsünüz 2 dənə toplama və çıxmaya aid sual var. 1 ilə 3 toplamaya aiddir, 2 ilə 10 çıxmaya aiddir. Mən elə verdim ki, toplamaya aid olan misallardan birində elə 8-i 3-ə birbaşa vururam, cavab alınır. Çıxmada da həmçinin 5-i 9-a vururam, elə birbaşa məxrəc alınır. Amma 3 ilə 4-də biraz fərqlidir. Bunu nəyə görə verdim? Bir şagird 6 və 8-in əkobu olaraq beynində hesablayanda ağlına 48 gələ bilər. Yəni 24-ü yox, 48-i düşünə bilər. Bu problem deyil. Siz 48 ilə həll eləsəniz belə doğru cavab alacaqsınız. Sadəcə alınan ədədi sonda ixtisar etməniz lazım olacaq. Yəni siz elə bir kəsir alacaqsınız ki, o kəsirin surət və məxrəci ixtisar gedəcək və ondan sonra nəticə təzədən məxrəci 24 olan kəsirə gələcək. Yəni ən sonda yenə də eyni cavab alacaqsınız. Tək fərq nisbətən böyük ədədlərlə işləməkdir. Ona görə mümkün qədər ən kiçik ədəddən işləyirik ki, misalımız rahat olsun. Misalımızda çətinlik çəkməyək. Mən ona görə burada 6 və 8-in əkobu kimi 24-ü götürürəm ki, əkob 24-dür. 48 ilə işləmirəm. Kimin sağına 48 gəlsə problem deyil, dediyim kimi. Onunla da həll eləsə cavabı doğru alacaq. İndi bizim əkobumuz 24 olduğu üçün birinci kəsirimin surət və məxrəcini 4-ə vururam. İkinci kəsirimin isə surət və məxrəcini 3-ə vururam. Hesablayıram. Birinci kəsirim alınacaq 24-də 20. İkinci kəsirim alınacaq 24-də 9. Toplayıram. Məxrəc qalır olduğu kimi 20 ilə 9-u toplayanda alınır 29. Biz kəsirləri adətən bu şəkildə saxlamırıq. Cavablar bu formada da verilə bilər. Yəni düzgün olmayan kəsir şəklində variantlarda cavabınız ola bilər.
Amma ola bilsin ki bu formada həll elədiniz, variantda bu cavabı görmədiniz. Siz ona görə bu kəsri çevirməlisiniz qarışıq ədədə. Hal-hazırda bu kəsir düzgün olmayan kəsirdir. Bunu qarışıq ədədə çevirəndə isə 29-u 24-ə bölürəm, düşür 1 dəfə, qalır 5. Yəni cavab olacaq 1,24-də 5. Doğru cavab kimi hər iki variantı da götürə bilərsiniz. Mən adətən həmişə ən son formaya gətirirəm. Yəni qarışıq ədədə çevirirəm, tam ixtisar edirəm, o formada da yazıram cavabı. Amma bu formada da yazmaq doğrudur. İkinci misalımızda, yəni dördüncü misalımızda da həmçinin 10-la 4-ə orta məxrəc düşünürük. Yəni əkop tapırıq. Kiminsə ağlına 40 gəlib 40-ı yaza bilər. Problem deyil. Dediyim kimi doğru cavabı ən sonda onsuz da alacaqsınız. Sadəcə biraz böyük ədədlərlə işləyəcəksiniz. Amma 10 və 4-ün əkobu əslinə qalsa 20-dir. Ona görə 20-yə gətirmək üçün birinci kəsirimin surət və məxrəcini 2-yə vururam. İkinci kəsirimin surət və məxrəcini 5-ə vururam. Ona görə məndə alınacaq 20-də 14 çıxılsın 20-də 5. Məxrəc qalır olduğu kimi 14-dən də 5 çıxanda cavabımız alınır 9. Yəni doğru cavabımız oldu 20-də 9. Keçirəm növbəti misalımıza. Artıq burada mən qarışıq ədədlərin çıxılmasını vermişəm. Yəni burada 2 dənə qarışıq ədəddir, bunları bir-birindən çıxmaq lazımdır. Amma biraz çətinli vermişəm. Nəyə görə? Çünki şagirdlər qarışıq ədədləri bir-birindən çıxanda tamdan tamı, kəsirdən kəsir çıxıb yazırlar. Burada artıq onu eləyə bilməyəcəksiniz. Çünki 4də 1 kəsiri 2də 1 kəsirindən kiçikdir. 4də 1-dən 2də 1 çıxmaq mümkün deyil. Ona görə mən həmişə şagirdlərə deyirəm ki, birinci məxrəcləri eyniləşdirin, sonra başlayın çıxmağa. Gəlin məxrəcləri eyniləşdirək. 4 və 2-yə orta məxrəc elə 4 gələcək. Ona görə ikinci kəsirimin surət və məxrəcini 2-yə vururam. Birinci kəsir isə qalacaq elə olduğu kimi. Alınacaq 3,4də 1 çıx 1,4də 2. Gördüyünüz kimi 4də 1-dən 4də 2-ni çıxmaq mümkün deyil. Bu səbəbdən biz bunun qaydasını əslində qalsa 4-cü sinifdən öyrənmişik ki, 3-ün üstündən 1 tamı vermək lazımdır bu 4də 1-in üstünə. Bunun üstünə 1 tam vermək nə demək idi? Gəlin altda bir dənə bunu qeyd edək. 3,4də 1 kəsri bərabərdir. Mən bu kəsri istəsəm, bu 3-ü 2 üstəgəl 1 kimi yaza bilərəm. Və buradakı 1-in də əvəzinə elə 4də 4 yazaram. O zaman alınar 2 tam. Həmin bu 4də 4-lə də bu 4də 1-i birləşdirərəm. Ona görə alınacaq 2 tam 4də 5. Yəni 3 tamla 1 tam verdiyim üçün 3 azaldı oldu 2 tam. 1 tamımız da elə 4də 4 olduğu üçün, yəni 1-i biz bunun məxrəci nədirsə o formada göstərirəm. Niyə mənimə 4də 4? Çünki məxrəc 4-dür. Məxrəc 7 olsaydı deyəcəkdim 7də 7. Məxrəc məsələn 8 olsaydı deyəcəkdim 8də 8. Məxrəc 4 olduğu üçün mən o 1 tamı 4də 4 kimi göstərdim. Və 4də 1 ilə topladım, alındı 4də 5. Yəni mən 3 tam 4də 1-i 2 tam 4də 5 kimi də yaza bilirəm. Eyni şey yuxarıya onda tətbiq eləsəm, mən burada 3 tam 4də 1-in əvəzinə yazacağım 2 tam 4də 5. 1 tamını verdim buradan bura. Çıxılsın 1 tam 4də 2. Baxın, indi rahatlıqla çıxa bilərəm. Tamından tamını çıxıram. Yəni 2 tamdan 1 tamı çıxacam. Kəsr hissəsindən də kəsr hissəsini çıxıram. Yəni 4də 5-dən də 4də 2-ni çıxıram. Və nəticəni yazıram. 2-dən 1 çıxanda alınır 1 tam. 4də 5-dən də 4də 2 çıxanda alınır 4də 3. Demək ki, doğru cavabımız olacaq 1 tam 4də 3. Demək ki, nə zaman ki bizdə 2 dənə qarışıq ədəd verilir və bunları çıxmaq tələb olunur. Qarışıq ədəddən adi kəsir çıxmaq da tələb oluna bilər. Fərqi yoxdur. Kəsir hissə digərinin kəsir hissəsindən kiçik ola bilər. Ona görə ilk öncə məxrəcləri eyniləşdirirəm. Əgər birinci kəsirin ikinci kəsirindən kiçikdirsə, 1 tamını verib onu böyüdürəm. Daha sonra çıxıram. 6-cı sualla 7-ci sualı diqqət eləsəz demək olar ki, eyni şeylərdir. Fərq nədən ibarətdir? Birində kəsir hissə ikinci kəsirdədir. Digərdə isə kəsir hissə birinci kəsirdədir. Əgər kəsir hissə birinci kəsirdə olarsa, biz normalda nə edirik? Tamdan tamı, kəsirdən kəsirə çıxırıq. Belə fərz edin, bunun tamından tamını çıxacam.
5 tam eləyəcək. Kəsir hissəsindən kəsir hissəsini çıxanda birincinin kəsir hissəsi budur 7-də 5. İkincinin kəsir hissəsi 0-dır da, sanki yoxdur, yəni 0-dır. 7-də 5-dən də 0 çıxacam da 7-də 5 eləyəcək. Yəni 8-dən 3 çıxacam, alınacaq 5 tam. 7-də 5-dən də 0 çıxıram, sanki eləyir 7-də 5. Yəni burada kəsir hissə olmadığı üçün 7-də 5-dən 0-ı çıxıram sanki. Yəni heç nə çıxıram da. Ona görə cavabımız elə 5 tam 7-də 5 yaza bilirəm. Amma digər kəsirdə onu eləyə bilmirəm. Çünki yaxşı, tamdan tamı çıxacam, amma olmayan şeydən 7-də 5-i necə çıxacaqsan? Axı bunun kəsir hissəsi yoxdur. Ona görə biz burada kəsir hissə əmələ gətirməliyik. Kəsir hissə əmələ gətirmək üçün də 8-i sanki 7 üstə gəl 1 kimi yazıram. Ona görə bu kəsir olacaq 7 tam 7-də 7. Niyə görə 7-də 7? Niyə görə 7? Bu əslində biraz sizi çaşdıra bilər. Yəni bir dənə bunun məxrəcini 7 yox, 9 eləyim. Sizi daha rahat aydın. Hətta 9 yox. Yəni 10, 19 eləyim ki, daha yaxşı başa düşəsiniz. Baxın, buradakı 8-i mən yazacağam. 7 tam 19-da 19 kimi. Niyə belə elədiniz müəllimə? 8 tamı bir vahid azaltdım. Oldu 7 tam. Həmin o bir vahidi də bayaq dedik, məxrəc nədirsə oyun kimi yazıram. Məxrəc 19 olduğu üçün 19-da 19 kimi yazdım. Yəni alındı 7 tam 19-da 19. Bayaqları da elə bir şey eləmişdik. Baxın burada. Sadəcə bunun qabağında 4də 1 var idi deyə. O 4də 4-dən bu 4də 1 toplandı. Birləşdilər. Burada isə birləşəcək heç nə yoxdur. 8-in yanı bomboş boşdur. Ona görə elə 7 tam 19-da 19 eləyəcək. Bundan da çıxıram 3 tam 19-da 5. Qeyd edim ki, bunu da 4-cü sinifdə keçmisiniz əslində. Alınacaq cavabımız 4 tam 19-da 14. Yəni neynədim? Tamdan tamı çıxdım 7-dən 3-ü. 19-da 19-dan da 19-da 5-i. Bitti. Cavabım hazırdır. Doğru cavabımız olacaq bu. Və sonuncu misalımıza baxaq indi. Sonuncu misalımızda da bu kəsirləri toplayanda tamla tamı kəsirlə kəsiri toplayacağım. Amma gəlin birinci orta məxrəc gətirək. Orta məxrəc 35 olacaq. Demək ki, bunun sürət və məxrəcini 7-yə vururam. Burada isə 5-ə vururam. Gəlin yazaq. Alınacaq 3 tam 35-də 28. Burada isə alınacaq 2 tam 35-də 30. Gəlin toplayaq. Tamla tamı toplayıram 5 tam. Kəsirdən də kəsiri toplayıram 35-də 58. Diqqət edirsiniz, müəllimə bir video çəkənə qədər müəllimiyə nə qədər mesaj gəldi. 12 dəqiqə valideynlərdən uzaq qalmaq heç yaxşı fikir deyil. Demək, biz burada görürsünüz, düzgün olmayan kəsiri görürük. Olmaz. Qarşıq ədədin kəsir hissəsi mütləq düzgün kəsir olmalıdır. Bura düzgün olmayan kəsir qoya bilmərik. Mən dərhal bu düzgün olmayan kəsiri çevirirəm qarşıq ədədə. Daha sonra bu kəsiri səliqəli formaya salıram. Necə eləyirik? 35-də 58 necə qarşıq ədədə çevrilir? 58-i 35-ə bölürəm. Düşür 1 dəfə. 35. Qalıqda da qalır 23. Demək ki, bu 1 tam 35-də 23 deməkdir. Həmin o 1 tamla buradakı 5 tamı birləşdirirəm. Alınır 6 tam 35-də 23. Demək, doğru cavabımız olacaq 6 tam 35-də 23. Bayaqları yanınızdadırsa bir dənə də elə misal var idi. Baxın 24-də 29. Bunu çevirdim. Amma bunun tam hissəsi yox idi. Ona görə elə 1 tam 24-də 5 elədi. Amma burada tam hissə var. Baxın 5 tam var əlavə. Ona görə aldığımız o tam hissə ilə bu tam hissəni birləşdiririk. 6 tam kəsir hissəndə olduğu kimi yanında yazırıq. Bu səbəbdən doğru cavabımız alındı 6 tam 35-də 23. Və bununla da misalımız bitmiş oldu. Ümid edirəm ki, sizə izah elədiklərimin hər birisi aydın oldu. Növbəti video izahlarda görüşənədək sağ olun, salamat qalın.